Salam, hörmətli tamaşaçılar. Bugün mən sizə Cəbirdən ilk mövzunu keçməyə çalışacağım. Mövzunun adı sayılardır. 10 sual bugün nəzərdə tutulub. İlk suala baxaq. Və mən bu sualın həllərini hazır etmişəm. Gördüyünüz kimi burada mənfi 7 üstəgəl 10 bölünsün 2 üstəgəl 3 çıxılsın möhtərizədə çıxılsın 5 üzrsən mənfi 5 üstəgəl 8 vurulsun 2 çıxılsın 1 soruşur. Və budur. Misalın həlli. Əvvəlcə möhtərizəni həll etməyə çalışın. Burada 10 bölünsün 2 var. Əvvəlcə bunu hesaplamaq lazımdır. 10 bölünsün 2 5 edir. Burada siz vurmanı etmək lazımdır ilk növbədə. 8 vurulsun 2 16 və möhtərizəni artıq açmaq olar. Mənfi 7 üstəgəl 5 üstəgəl 3 üstəgəl 5 çıxılsın 16 üstəgəl 1. Mən burada üstəgəl yazdım çünki burada möhtərizədən əvvəl mənfi var. Mənfi 2-dən mənfi olduğuna görə müsbət yazırıq. Mənfi müsbət olanda isə mənfi yazırıq. Burada isə mənfi 2-dən mənfi olduğuna görə müsbət yazırıq. İndi isə gəlin hesablayaq hörmətli tamaşaçılar. Mənfi 7 üstəgəl 5 edər mənfi 2. Mənfi 2 üstəgəl 3 1. 1 üstəgəl 5 6. 6 çıxılsın 16 mənfi 10. Mənfi 10 üstəgəl 1 bərabərdir mənfi 9. Cavab B variantı. İndi isə ikinci suala baxaq. Burada ikinci sualda soruşur bizdən 1 çıxılsın möhtərizədə 16 bölünsün 2 vurulsun mənfi 1 üstəgəl 8 bölünsün 4 üstəgəl 1. İndi həllinə baxaq. Burada gördüyünüz kimi yenə də möhtərizəni həll etmək lazımdır. 16 bölünsün 2 8 edir. Burada 8 vurulsun mənfi 1 mənfi 8. Burada 8 bölünsün 4 2-yə bərabərdir. Burada yazdıq 1 çıxılsın möhtərizədə mənfi 8 üstəgəl 2 üstəgəl 1. Mənfi olanda işarələr dəyişir və bu o deməkdir ki 1 üstəgəl 8 çıxılsın 2 çıxılsın 1. Birlər ixtisar gedir, qalır 8 çıxılsın 2. Cavab 6. Y variantı. İndi isə üçüncü suala baxaq. Üçüncü sualda 4 çıxılsın möhtərizədə 15 bölünsün 5 üstəgəl 3 vurulsun 5 çıxılsın 9 bölünsün mənfi 3 soruşur. İsə həllinə baxaq. Yenə də əvvəlcə möhtərizəni həll etmək lazımdır. 15 bölünsün 5 3 3 vurulsun 5 15'dir. 9 bölünsün mənfi 3 mənfi 3 edir. Bərabərdir 4 çıxılsın möhtərizədə 3 üstəgəl 15 üstəgəl 3 bərabərdir 4 çıxılsın 21 və bu da bərabərdir mənfi 17. Cavab B. İkincisi dördüncü suala baxaq. Burada 2 dənə möhtərizə verib gördüyünüz kimi və 22 bölünsün 2 üstəgəl 1 möhtərizədə bölünsün 4 üstəgəl 3. Bunlar hamısı möhtərizədə çıxılsın. Möhtərizədə 11 üstəgəl 6 vurulsun 2 mənfi 15 çıxılsın 15. İndi həllinə baxaq. 22 bölünsün 2 11 üstəgəl 1 12. Artıq bu möhtərizəni biz tapdıq. Bölünsün 4-ə 3 3 üstəgəl 3 6. Bu möhtərizəni biz tapdıq. İndi isə bu şəkildə yazmaq olar. 6 çıxılsın. Burada 6 vur 2 12 edir və çıxılsın möhtərizədə 11 üstəgəl 12 çıxılsın 15. 11 üstəgəl 12 23 edir və bu şəkildə yazmaq olar. 6 çıxılsın 8 bərabərdir mənfi 2. 23 çıxılsın 15 8-ə bərabərdir. Və cavabımız mənfi 2 D variantı. İndi isə 5-ci suala baxaq. Bu sual digər suallardan fərqlənir. Ən azından ona görə ki, burada möhtərizə yoxdur. 81 bölünsün 9 üstəgəl 3 çıxılsın 18 bölünsün 2. Əvvəlcə bölməni etmək lazımdır. Daha sonra isə cavabı tapa bilərik. 81 bölünsün 9 bərabərdir 9-a. 18 bölünsün 2 bərabərdir 9-a. 9 üstəgəl 3 çıxılsın 9. 9-dan ixtisar gedir, qalır 3. Cavab 3 B variantı.
İndi 6-cı suala baxaq, hörmətli dostlar. Burada ABC vurulsun 13 bərabər 2795. ABC-nin cəmini soruşur. İndi 6-cı suala baxaq. Burada gördüyünüz kimi ABC vurulsun 13 2795. Hörmətli dostlar, bu tip suallarda ABC-ni tapmaq üçün 2795-i bölürük 13-ə və 215 edir bunun cavabı. Və artıq bu rəqəmləri hərflər yerinə qoymaq olar. A2, B1, C isə 5 olacaq. 2 üstəlik 1 üstəlik 5, 8. Cavab A variantı. İndi isə 7-ci suala baxaq. Burada A bölünsün 9 qismət 7-dir. B bölünsün 9 qismət 8-dir. A üstəlik B bölünsün 9 qismət soruşur. Amma burada rəqəm yazılmıyor və buna görə də biz ən kiçik ədədi verməliyik. Bura 1 versək, 1 vurulsun 9 üstəlik 7. A 16-ya bərabərdir. A-nı tapdıq. B-ni tapmaq üçün ən kiçik ədəd 1-i verməliyik. 1 vurdu 9 üstəlik 8, 17. Və daha sonra 16 və 17-nin yerini qoyuruq bura. 16 üstəlik 17, 33. 33 bölünsün 9. Cavab 3 olur, amma burada 6 qalır və bizdən məhz bunu soruşur. 6. Cavab Y variantı. İndi isə 8-ci suala baxaq. Hörmətli dostlar. Burada M üstəlik 6 bölünsün 7. Qismətdə N, qalıqda 3. Burada isə M çıx 4 bölünsün N üstəlik 1. Qismətdə 2, qalıqda 1. N-i soruşur. Necə həlinə baxaq. Hörmətli dostlar, bu tip suallarda mən sizə məsləhət verirəm ki, 7 vurulsun N üstəlik 3 kimi yazın. Daha sonra cavabı tapmaq asan olacaq. 7 N üstəlik 3 bərabərdir M üstəlik 6. 7 M keçirdi bu tərəfə, 3 isə bu tərəfə. Cavab alınır burada 7 N çıxılsın M bərabərdir 3. Burada isə 2 vurulsun N üstəlik 1 üstəlik 1 bərabərdir M çıx 4. 2N üstəlik 2 üstəlik 1 olduğuna görə yazırıq 2N üstəlik 3 bərabərdir M çıx 4. 2N çıx M bərabərdir mənfi 7. Mənfi 3 üstəlik mənfi 3 çıx 4 olunca ki, mənfi 7 alınır. İndi isə artıq sistem tənliyi kimi yazmaq olar. 7N çıx M bərabərdir 3. Burası 2N çıx M bərabərdir mənfi 7. Burada mənfi M olduğuna görə tərəflərdən birini mənfi 1-ə vurmalıyıq. Və burada alınır mənfi 7N üstəlik M bərabərdir mənfi 3. Aşağıda isə olduğu kimi yazırıq 2N çıxılsın M bərabərdir mənfi 7. M-lər ixtisar gedir, qalır N və bu rəqəmlər və artıq sadəcə hesablamaq lazımdır. Mənfi 7N üstəlik 2N bərabərdir mənfi 5N. Burada isə mənfi 3 çıxılsın 7 bərabərdir mənfi 10. N bərabərdir mənfi 10 bölünsün mənfi 5. N bərabərdir 2. 8-ci sualın cavabı 2 variant B. İndi isə 9-cu suala baxaq, hörmətli dostlar. Burada A, B verilməyib, amma minimum A tapmaq lazımdır. A-nın ən kiçik ədədini tapmaq lazımdır. Hörmətli dostlar, burada A-nı tapmaq üçün B-ni tapmaq lazımdır. Minimum A soruşur. Ona görə də B-nin yerinə ən kiçik ədəd 1-i veririk. 2 vurulsun 1 üstəlik 3 bərabərdir 5. Cavab A variantı. 10-cu suala bax, hörmətli dostlar. Burada AB2 bölünsün 1B bərabərdir 53 yazılıb. Bu tip suallarda biraz diqqətli olmaq lazımdır. Yəni, ən azından ona görə ki, burada gördüyünüz kimi
2, burada isə 3 yazılıb. Adətən 3-ü 4-ə vuranda 12 edir. Və burada isə 2 yazılıb və buna görə də bu üsuldan tapmaq olar. Əgər b-nin yerinə 4 versək, ödəyir. 3 vurulsun 4, 2. 53 vurulsun 14. Əvvəlcə 5-i vururuq 14-ə. A-nın yerinə 7 tapdıq. 74 çıxılsın 70. Burada qalır 4. 42. 3 vurulsun 14, 42-dir. 42 çıxılsın 42. Burada qalır 0. Deməli, A-nın əvəzinə 7, B-nin əvəzinə 4 tapdıq və 7 üstəgəl 4 bərabərdir 11. Artıq bütün suallara cavab verdik, hörmətli muraslar, və bugünkü dərsimiz, mövzumuz bu idi. Mən sizə növbəti videolarda cəbirdən daha çətin mövzular keçməyə çalışacağam və bugünkü dərsimiz bitdi. Sağ olun, növbəti videolarda görüşərik. Hələlik.